Salam, hər vaxtınız xeyirli olsun. Mən məntiq müəllimi Elbrus Həşimov. Bu videoda dövlət qulluğu üzrə 2025-ci il may tarixində qəbula düşmüş sualla qarşınızdayım və bu arada praktiki izahla qarşınızdayım. Deməli, tələbələrimin çoxsaylı istəklərinə əsasən mən bu sualın daha asan, daha praktiki yolunun izahını vermiş olacağam. Və digər tələbələr də, yəni təbii ki, kanalımı izləyən digər tələbələr də yəni bu sualımı, izahını, yəni öz müəllimləri ilə təbii ki, paylaşa bilərlər, yəni. Ümumi olaraq, yəni bu sualı, yəni hansı formada daha rahat həll etmək olar? Yəni heç bir riyazi qaydaya, yəni əsaslanmayacaq bu sual. Keçdik deməli sualın izahına. Diqqətlə baxsaq, normalda bu arada bu sualı ola bilər ki, bu videoda ilk dəfə kimin yəni qarşısına çıxa bilər və yaxud indiyə qədər görməyibsə bu sual tipini, bu sualın özünə ilk dəfə özü baxsın, özü yəni həll etməyə çalışsın. Yəni videonu dayandırıb özü həll etməyə çalışsın. Ondan sonra əgər alınmadıqda, təbii ki, videonu məsələn izləyər və tam olaraq başa düşəcək. Yəni o formada məsləhət görürəm. Və yaxud da ola bilər ki, kimsə bu sualı həll eləsin, amma çətin, ağır yolla həll eləsin. Ondan sonra da videonun izahına baxıb daha da məntiqi şəkildə sualın yəni hansı formada həll olunmasını, yəni hər hansı formada, daha rahat formada həll etmək üçün yəni yolla tanış ola bilər. Keçdik sualın izahına. Deməli biz diqqətlə baxsaq, burada yazılıb ki, Şahin, Rəsul, Vaqif, Anar və nəyə görə 4 nəfər? Düzbucaqlını 6 yəni hissəyə parçalayırlar, düzdürmü? 6 hissəyə ayırırlar. Düzbucaqlı. Yəni burada 10 nəfər də verə bilərdi, 6 nəfər də verə bilərdi, 8 nəfər də verə bilərdi. 4 nəfərin verməyin orada məqsəd nədir? Çünki biz normalda düzbucaqlını 6 dənə hissəyə bölürüksə, bu normalda 4 formada alınır və həmin 4 formanı sağ tərəfdə yazmışam təbii ki. Onu da göstərəcəm və burada baxsaq, yazılıb Şahin, Rəsul, Vaqif və Anardan. Eyni ölçülü düzbucaqlı vərəq var. Yəni hər birində, hər 4 nəfərdən eyni ölçüdə düzbucaqlı var. Sonra yazılır. Onların hər biri düzbucaqlını 6 bərabər düzbucaqlıya ayırdılar. Yəni bunların hər biri yəni fərqli formalarda ayırıblar təbii ki və hər biri 6 yəni hissəyə, yəni 6 bərabər düzbucaqlıya ayırırlar. Həmin o onların əllərində olan ilkin böyük düzbucaqlını. Və 6 dənə bərabər düzbucaqlıya ayırırlar və burada ümumi məsələ nədir? Ümumi məsələ buradadır ki, yəni biz baxsaq Rəsulda alınan düzbucaqların perimetrləri cəmi 150, Şahində 66, Vaqifdə 84, Anarda isə 60 santimetrdir. Yəni alınan balaca perimetrlər. Gəlin biz sağ tərəfdə mən çəkdiyim şəkillərə baxaq. Sağ tərəfdəki. Ondan sonra da hər şey bizə aydın olacaq təbii ki. Normalda bu suala baxsaq, bu sağdakı şəkilləri görürsünüz. Bu düzbucaqlıların bizə həmin o 4 nəfərin hansı formada ayırdıqlarıdır. Yəni bu normalda standart variantlardır, yəni. Hər kəs bunu özü də çəkə bilər. Normalda biz 6 hissəyə bölə biliriksə, ya bu formada bölə bilərik, ya bu formada bölə bilərik, ya bu formada, ya da bu formada bölə bilərik. Və biz normalda baxsaq, burada məntiq nədədir? Yəni deyir ki, onlar düzbucaqlını 6 dənə bərabər hissəyə bölüblər. Məsələn, Rəsulun bir dənə e, balaca alınan düzbucaqlısının perimetri nə qədər olub? Əgər 6 dənə düzbucaqlıya ayırıbsa və ümumi perimetrlərin cəmi əgər 150 sm edirsə, deməli 150-ni bölməliyəm 6-ya. Yəni biz burada Rəsulda bir dənə balaca düzbucaqlının perimetrini 25 sm alırıq. Yəni biz nə etməliyik? Həmin düzbucaqlı 6 hissəyə bölündükdən sonra, 6 hissəyə ayrıldıqdan sonra biz həmin o alınan balaca düzbucaqlıları yoxdurmu? Onları parçalamalıyıq. Məsələn, burada bu sağda sol yuxarıdakı bu şəkil var məsələn burada. Buna biz baxsaq, yəni biz bunu var, bax bunu nöqtə qoyduğum düzbucaqlını, bunu da eyni zamanda bunları da. Bunları ümumiyyətlə ayırmalıyıq bir-birlərinə. Və ayrıca onların perimetrini, hər birinin 4 tərəfini yəni hesablamalıyıq perimetrdə. Hər birinin 4 tərəfini. Yəni onları düşünün ki, parçalayırıq, hamısını ayırırıq və hər birinin 4 tərəfini toplayırıq və bir dənəsinin, yəni bu düzbucağının bir dənəsinin tərəfləri cəmi 25 olmalıdır, bir dənəsinin. Sonra bunun da tərəfləri cəmi hamısı 4-ünün də 25. Yəni hamısı təbii ki, bir-birinə bərabərdir burada. Deməli biz diqqətlə baxsaq, Rəsulda bildik, bir dənə düzbucaqlı perimetri 25 olmalıdır. Bəs
Şahində nə qədər olacaq? 66-dırsa, o zaman 66-nı 11-ə, 6-ya böləcəm, 11 alacağım. Yəni Şahində 11 santimetr olacaq. Bir dənə düzbucaqlının perimetri. Vaqifdə əgər 84-dürsə, 84-ü 6-ya bölməliyəm. O zaman 84'ü biz götürüb 6'ya bölsək 14 alırıq, düzdürmü? Vaqifdə də deməli 14 santimetr olacaq. Bir dənə düzbucaqlının, balaca düzbucaqlının perimetri. Və burada anarda isə 60 alınıbsa, deməli bu 60'ı 6'ya böldükdə 10 santimetr alıram. Yəni biz burada anarda da bir dənə balaca düzbucaqlının perimetrini 10 santimetr almış olduq. İkinci məntiq bu sualda nədir? Bu sualı daha sürətli şəkildə həll etmək üçün, yəni görünən daha əsl məntiq hardadır? Harda gizlənir? Normalda özünüz üçün praktik edə bilərsiniz. Yəni, əgər biz hər hansı bir düzbucaqlıdan fərqi yoxdur, yəni onu 3 hissəyə, 4 hissəyə ayırırıqsa, perimetri ən böyük olan hissəni görürsünüz. Yəni rəsulda olan perimetrlərin cəmi alınıb 150. Bu uzunsovdur, yəni uzun, eynisi var ha, çoxlu, hansı, yəni belə deyim, balaca düzbucaqlılar, hansında uzun tərəflər çoxdursa, təbii ki, məlum məsələ, bu sadə bir məntiqlə görünə bilər ki, bu həmin fiqurun perimetri bizdə 150 olacaq. Yəni perimetrlər cəmi, balaca düzbucaqlıların perimetrləri cəmi. Təbii ki, bu olacaq təbii ki. Yəni həm uzundur deyə tərəfləri. Görürsüz, uzun tərəflər çoxdur, görürsüz nə qədər çoxdur və bunların çox olmağı bizə həqiqətən də tərəfin 150 olduğunu verir və təbii ki, biz bu düzbucaqlını ayırmalıyıq. Yəni bunu ayırmalıyıq, bunu da ayırmalıyıq ayrıca. Bunu da ayırmalıyıq, bunu da ayırmalıyıq. Görürsüz, hamısını ayırmalıyıq elə bir ki, bir-birindən. Yəni praktiki formada elə xəyalən belə düşünürsünüz. Yəni həmin o 6 dənə hissəni bir-birindən ümumiyyətlə ayırırıq və hər birinin ayrıca biz nəyini tapmalıyıq? Perimetrini tapmalıyıq. Və təbii ki, biri 25 olacaq. Rəsulda çünki 25-dir və Rəsulun düzbucaqlısının bu olduğunu tapırıqsa və özümüzdən elə qiymətlər verməliyik ki, elə bir tarazılaşma olmalıdır ki, həmin alınan qiymətlər digərlərində ödəsin və eyni zamanda bu qiymətləri alım mən. 150-ni alım, 66-nı alım, 84-ü və 60-ı alım. Yəni bu qiymətləri almalıyam. Məsələn, mən əgər 150 santimetri tapmışamsa, normalda düşünərsiniz ki, bəlkə bunların hər birinə 1 verim. Bu balaca tərəfə görürsüz, buna 1, buna 1. Düşünərsiniz belə eləyərik də. Hər birinə 1 verərəm. O zaman tərəf 6 edir axı, görürsüz, tərəf 6 edir. Və mən bilirəm ki, bir dənə düzbucaqlının, yəni ümumi ayrıca mən bunu götürsəm, bir dənəsini, yəni ayırsam ümumiyyətlə, bir dənəsinin perimetrini biz tapmışdıq. Rəsulda 25 eləməlidir. Əgər bura 1-dirsə bu tərəf, deməli belə çıxır ki, bu tərəf də 1-dir. Görürsünüzmü? Bu tərəf də 1-dir, bu tərəf də 1-dir. Bu formada götürə bilərik. Və belə çıxır ki, 25-dən 2 çıxaram 23. Yəni uzun tərəfə 23 bölü 2. Yəni uzun tərəf var bu burada balaca düzbucaqlı, yəni uzun sox düzbucaqlı. Tərəfləri olmalıdır bizdə deməli 11,5 olmalıdır ki, 11,5, 11,5 bizə versin 23-ü. Yəni uzun tərəf 11,5 verməlidir. Görürsüz? 11,5 bura olmalıdır. Bu tərəfdə uzun tərəfdə yenə 11,5 olmalıdır. Biz bu formada baxanda, yəni bu tərəf bizdə 11,5-dirsə, deməli hamısında elədir də, eyni ölçüdədir axı. Bizə ilkin verilən düzbucaqlılar hamıya ilkin olaraq eyni ölçülü düzbucaqlı verilmişdi, yadınıza gəlirsə. Biz axı 11,5-i 3 yerə bölsək, yəni məsələ çox uzanacaq və məntiqdə təbii ki, məlum məsələ belə şey salmazlar heç vaxt. Mümkün deyil elə bir sualın olmağı. Ona görə bizə məlumdur ki, artıq bu 1 olmayacaq. Yəni bunu biz artırsaq da düz gəlməyəcək. Yəni uyğun bir ədəd olmayacaq. Gəlin artıraq, artıra da bilərik biz bunu və bunu gəlin yoxlayaq. Məsələn, 1 verdim, uyğun gəlmədi. Uyğunluq görmədim mən burada. Məsələn, biz nə verə bilərik başqa bura? Məsələn, biz buna verə bilərik, məsələn, deyim 2 verərik. Məsələn, normalda standart formada əgər baxarsınızsa, normalda 2 verərsiniz. Bunların hər birinə 2 verərsiniz. Bunların hər birinə 2 verəcəyik. Və o zaman bizim tərəflər əgər, yəni bir dənə perimetri, yəni bir dənə balaca düzbucaqlının perimetri bizə əgər 25-i verməlidirsə, bura 2, burada 2 verməlidir, görürsünüz? Burada 2 verməlidir axı bizə. Və 4 edir və bu tərəflərə 10,5 düşməlidir. Görürsünüz, bura 10,5, digər tərəfə də 10,5. Və bir dənə balaca düzbucağının perimetri 25 olmuş olur. Rəsulda bir dənəsi 25 idi. Və ümumi vəziyyət burada görürsünüz. Buranın 10,5 olmağı mənə yenə sərf eləmir. Çünki 10,5-i mən hələ 3-ə bölməliyəm burada. 6 yerə bölməliyəm. Görürsünüz? 6 yerə bölünmə var burada. Təbii ki, yenə alınmır. Deməli, biz burada başqa bir qiymət verməliyik. Elə bir qiymət verməliyik ki, uyğunluq yaransın. Bəlkə biz bu tərəfə biz nə verə bilərik? Məsələn, uzun olan tərəfə. Olan tərəfə biz nə verə bilərdik? Məsələn, 10 verə bilməliydik. 10 hələ 3 yerə burada bölmək var. Burada məsələn 6 dənə yerə bölmək var.
ən uyğun variant düşünərik ki, 12 ola bilərdi. Görürsüz, uzun tərəfin 12 olmağı daha məqsədə uyğundur. Məsələn, 12-ni alınmasa, təbii ki, 12-dən artıq böyük qiymət verə bilməzsiniz. Çünki bu bu düzbucaqlıda biz bunu tapdıq ki, uzun tərəflər çoxdursa və həddən artıq çoxdursa və biz bunları ayırsaq, təbii ki, digərlərinin perimetrlərindən daha çoxdur. Və buna əsasən biz nə edə bilərik? Götürüb buna məsələn 12 verməsəydik, daha da aşağı qiymət verə bilərdik. Məsələn, uzunluğuna başqa qiymətlər verərdik, aşağı salardıq və orada yenə alınmayacaqdı təbii ki. Çünki bu tərəf bizə eyni olmalıdır. Ona görə buna 12 verməyim daha uyğun gəlir. Bunu 12 verəndə deməli bu tərəf də 12 olur, 24. Eynilər nə olur? Eyni, yəni balaca düzbucağlının eyninə 0,5 düşür o zaman. 0,5. Gördünüz mü? Bu eyni 0,5. Görürsünüz burada 0,5 olacaq o zaman. Deməli 12 bu tərəfdir. Bu tərəfdə 12-dir. Görürsüz, bu tərəfdə 12-dirsə 24 o da 1, 25. Deməli bir dənə balaca düzbucaqlının perimetri 25 elədir. Belə çıxır ki, bu da 25 eləyəcək. Yəni bunu biz ümumiyyətlə ayırmalıyıq da. Kənara elə bir ki, sanki bunu düşünün ki, bunu mən ayırıram bu balaca düzbucaqlını. Kənarda onun perimetrini hesab edirəm. Yəni bitişik formada hesablamayın. Bunu da həmçinin bu da 25 olacaq. Bu da 25. Hər biri 25 olsa məlum məsələ. Bunun artıq perimetri 150 olmuş olur. Yəni bunun perimetri ümumi 150. Sahəsi yox ha, perimetri 150 olmuş olur. Və belə çıxır ki, bura 0,5-dirsə, burada 0,5, burada 0,5, hər biri 0,5-dir bizdə. Və ümumi götürsək 6 dənə varsa burada, 6 dənə düzbucaqlı eynisi varsa, belə çıxır ki, bura 6 vur 0,5, yəni 3 olacaq. Belə çıxır ki, bunların hər birini mən 3 götürməliyim eynini. Görürsünüz, burada da 3-dür eyni. Burada da 3-dürsə məlum məsələ. Burada da 3-dürsə mən 3-ü, yəni 3 yerə bölsəm bura 1 düşür, bura 1 düşür, burada 1 düşür. Və baxın diqqətlə baxsaq, bura əgər 3-dürsə deməli bura 1,5 düşür. Bura 1,5, burada 1,5. Təbii ki, eyni ölçüdədirlər. Məsələn, biz diqqətlə baxsaq, bir dənə bu hissəni tapmaqla biz artıq bütün variantları çözmüş oluruq. Məsələn, uzunluq bizdə 12-dirsə, gəlin uyğunluğa baxaq. Uzunluq bizdə 12 olmalıdırsa, belə çıxır ki, bunların hər birinə 6 düşməlidir. Və diqqətlə baxsaq, bu bir dənə düzbucaqlının perimetri nə qədər edir? 6, burada 6 eləyəcək, bura 1, burada 1. Yəni 14 edir. Bir dənə perimetri 14 edir. Bundan 6 dənə var axı. Görürsüz 1, 2, 3, 4, 5, 6 dənə. 6-nı da 14-ə vuranda təbii ki, o Vaqifin. Bayaq yazmışdıq, qeyd eləmişdik. Vaqifdə 14. Vaqifdə alınan düzbucaqların perimetrləri cəmi 84-dür. Bir dənəsi 14-dürsə, 6 dənəsi 84. Yəni bu oldu 84 ümumi. Bu da belə çıxır ki, Vaqifindir. Məsələn, biz burada baxsaq, bu hissə uzunluq bizdə 12 tapmışdıq axı. Deməli, 12-ni 3-ə böləndə bura 4 düşür, bura 4 düşür, burada 4 düşür. Hər biri 4 düşür. 4 oldu. Bunun perimetri 4, 4, 1,5, 1,5. Tərəflərin cəmi. 8, o da 3, 11 oldu bunun perimetri. Düzdür? Perimetri 11, bu da 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 11. Hamısı 11 isə deməli bu 66. Kimin idi bu? Məsələn, görürsünüz uyğun gəldi. Yəni bu da tahində alınırdı. Bütün düzbucaqların perimetrləri cəmi 66, bir dənəsi 11. Və bunu təbii ki, biz yoxlasaq, hamısı 12 olmalıdır axı. 12-ni biz götürüb bölməliyik 6-ya. Yəni hər birinə 2 düşəcək burada. Hər birinə 2 düşür. Və biz bir dənə düzbucaqlının perimetrinə baxsaq, bura 3, bu tərəfdə 3 elir, bu tərəf 2, bu tərəfdə 2 elir. Yəni 10 elədi bu perimetr. Bu 10-dursa hər biri 10 eləsə 60 elir. Gördünüzmü? 6 dənə hissədir onsuz da. Və bu da təbii ki, bizdə anarda alınan düzbucaqlıların perimetrləri cəmi 60 sm. Bu da oldu anarın. Və görürük ki, 4-də də uyğunluq var. Yəni belə çıxır ki, bizim düzbucaqlımızın eni 13, uzunluğu neçə oldu? 12 oldu. Və məndən burada soruşur ki, əvvəlki düzbucaqlı, yəni başdan verilmişdi eyni ölçülü düzbucaqlı yadınıza gəlirsə bu sualda əvvəlində. Və bu eyni ölçülü düzbucaqlı vərəq verilmişdi. Həmin vərəqdən söhbət gedir. Əvvəlki düzbucaqlı vərəqin sahəsi nə qədərdir? Yəni eni 3-dür, uzunluğu nə qədərdir? 12-dir. Və sahəsi nə deməkdir? Sahəsi artıq enini biz vurmalıyıq uzunluğuna. Yəni bunları da bir-birinə vursam, təbii ki, 36 cavabını almış oluram. Bu arada YouTube kanalımıza abunə olmağı unutmayın.